Yaxşısınız? Deməli 4 rejim işləyəcəm. Axırıncı 5-də olacaq. O da içi ətrafı işlənəcək ki, həm içdən, həm də üzdən sinəcərənizi yığsın və izləyəcək. Yaxşı. Deyirəm, nələr çıxıb bala. Allah haqqı. Deyirəm ki, da texnika o qədər inkişaf eləyib, bizdə də baş inkişaf eləyib. Elə nə çıxır, yeri yürür, gəlirik, bizi də eləyir. Görək nə olan şeydir. Hər şey. Həqiqətən də əladır. Qadınları qocalmağa. Hə, qəşəng görünməyə də yaxşı. Dünya aparat kosmetologiyasını qəbul edir. Yəni dünya səhiyyəsi estetik kosmetologiyada aparatı tövsiyə edir. Niyə görə? Çünki bütün cihazlarda heç bir daxili qanatma və yaxud da fibroz toxuma və yaxud da hansısa bir damlarda bir problem yaratmır. Dədəsinə nəqlət bir şey başa düşər. Mən də başa düşmürəm. Danışır, əmə sözləri qalmır. Ay doktor, sən mənə başa sal, canın var. Deyirən ki, elə bununla şık-şık eləyəcəm, yüzüm dartılacaq da, mənə sözləri təbii dildə. Bu birinci etapıdır. Birinci etapında biraz ola bilər nəsə qızartı falan, amma ikinci, üçüncü, dördüncü etaplarda heç nə hiss eləməyəcəksiniz siz. Yaxşısınız? Elə bil ki, biz dərini cilalayırıq, yəni yeniləyirik. Xala, yaxşısınız? Yaxşısınız? Bu da son. Bəs qızartı normal 24 saat ərzində keçəcək. Deməli, biz 4 prosedurdan keçdik.